İstanbulda fəaliyyətə başlayan Bütün Azərbaycanlı Həkimlər Dərnəyinin ilk toplantısı keçirilib. Qeyd olunub ki, bu dərnək Azərbaycanın Türkiyədə tibb sahəsi üzrə fəaliyyət göstərən peşəkar həkimləri, səhiyyə işçilərini və səhiyyə ekspertlərini bir araya gətirərək platforma rolunu oynayacaq. Toplantı iştirakçıları platformanın gələcəkdə iki ölkənin həkimləri arasında əməkdaşlığı daha da artıracağına inamlarını ifadə ediblər. Bildirilib ki, Türkiyədə tibb təhsili alan Azərbaycanlı gənclər də dərnəyə üzv ola biləcəklər. Azərbaycan qardaşlığının inkişaf etməsi üçün daha da gözəl tibbi olaraq işlər görməsi, tibbi konqrelərdə bir araya gəlməsi çox önəmlidir. Eyni zamanda Türkiyəyə təhsil alan Azərbaycana tibb tələbələri də bu dərnəyə üyə ola biləcəklər, üzv ola biləcəklər və onlar da dərnəyin təşkil etdiyi elmi konferanslarda, konqrelərdə çıxışlar edə biləcəklər. Onlar da öz elmi işlərini konqrelərdə təqdim edə biləcəklər. Eyni zamanda dərnəyin uzman həkimlərindən də mentor olaraq faydalana biləcəklər.